Yox, danışırdı. Hansı zamana getdi, çıxdı? Говорила. Və yaxud qavari. Amma on deyilsənsə, elə ki, ikinci hissə də ona uyğun olsun. Она говорила Umniца. настолько убедительно. Aysa. Ki, mən inandım. Что я поверила. Umniца. Təzdən biri hamısını bir yerdə. Он говорила, и она говорила Мгм. настолько убедительно, Ki, я поверила. Айса. Что я поверила. Aysa. İndi onu biraz dəyişək və biraz uzadaq. Deyirsən ki, o qədər inandırıcı danışırdı ki, hətta mən inandım. Даже я Умница. Даже я поверила. Aysa. Угу. Bəli. Он настолько уверенно говорил, убедительно говорил, что даже я поверила. Yəni fikir ver ki, убедительно və уверенно sözünün arasında fərq var. Убедительно və уверенно. Nə fərqidir o? Məsəl üçün insan inandırıcı danışa bilər. Düzdürmü? Amma özü belə əmin olmaya bilər. Sadəcə oratorski qabiliyyəti bunun superdir. Amma biri də var ki, sən inandırıcı danışırsan. Bu sənin işindir. Klient tapmaq istəyirsən, insanı cəlb eləmək istəyirsən öz işinə. Sən ona elə danışırsan ki, yəni sanki bir hipnoz olur. Düzdürmü? Bu artıq убедительно deməkdir. Уверенно yox. Düzdürmü? Məsələn, deyirsiniz ki, mən əminəm, o orada yox idi. Olmamısan ha orada. Sadəcə insanı o dərəcədə yaxşı tanıyırsan ki, bilirsən ki, orada yox idi. убедительно olacak. Yox. Mən əminəm. То есть я уверена, Aysa, ya uverina. Hı-hı. уверена, он orada yok idi. Hı-hı. On olmayacaq. Kavo sualına cavab verir. Onun yerinə nə gətirəcəksən? Ему Его. Və yaxud yiyo. его был Yox idi orada. его Aysa, indi onu inkar elə də. не был. Hikaye. Его və yaxud yiyo yox idi orada. Не был. Niyə была tam? Burada ucu görürsənmi? Niyə была olmayacaq? Çünki on ana deyil. Yəli əvəzliyə artıq gəldi. Yəli əvəzliyində də orta cins kimi gedir. Его не было, ее не было, меня не было, mən yox idim deyirəm, düzdür? Deməli, və bir də nəyə nəzər sal ki, bu sənə daha da asanlaşdıracaq işi və nə? Fikir verdinsə cümlələrdə, убедительно bu danışığa aiddir. Говори убедительно, məsəl üçün, düzdürmü? Amma уверенно bu insanın keçirdiyi hissiyata aiddir. Əminsənmi? Düzdür? Məsəl üçün, kiməsə deyirsən ki, sən əminsən ki, düz edirsən. Ты уверен, что делаешь правильно? Aysa, делаешь deyə bilərsən, normal bir şeydir. Amma burada daha üstün bir variantı lazım olacaq bizə. Поступаешь правильно. Davranırsan düzgün. Düzdürmü? Делать əllə nəsə edəndə olur, məsələn də, çox vaxtda. Amma burada daha gözəl olacaq. Поступаешь правильно. Deməli, nəticədə nə oldu? Ты уверен, что поступаешь правильно? Aysa, уверен və yaxud уверенно. Baxın, kimə müraciət edirəm. Ты поступаешь правильно. Deməli, убедительно danışığa aiddir. Mən inandırıcı danışıram. O inandırıcı danışır.
Убедительно isə şeydir, əminlik deməkdir. Уверенно isə əmin olmaq deməkdir, amma insanın dediyim kimi vəziyyətində, düzdürmü? Əminsən ki, bunu düzgün edirsən, əminsən ki, sən gəlməlisən, bəlkə gəlməli deyilsən, uverena və o tək bir variantda da istifadə olunur. Məsələn, mən sənə nəsə danışıram, düzdürmü? Və qarşımda sənsən, sən mənə deyirsən ki, uverena, əminsən? Yəni, ola bilməzmi ki, sən yanılasan? Məsələn, inandırıcı gəlmir də, belə deyim, nağıl oxşayır. Bax, heç bir cümlə yoxdur. Uverena, все. Düzdür?